gəldi xeymələr tərəf. 84 qadından Zeynəbi çağırdı. Zeynəbi çağırdı. Deyir ki, bacı, 6 aylıq o südəmə uşağını gətirməli. Deyir, südəmə uşağını gətirdi İmam Hüseyin. O, İmam Hüseyin uşağını alıb getdi meydanda. Getdi düşmənə tərəf. Vay eləkum, vay olsun sizə. Görmürsünüz ki, bu 6 uşaq südəmərdir. Bu 6 aylıq uşaq südəmərdir. Ömər Səhət baxdı Hərməliyə. Hərmələ Ömər Səhət dedi ki, görmürsən. Hərmələ dedi ki, nəyi görmürəm? İmam Hüseyin, yəni Ömər Səhət dedi ki, Hərmələ, görmürsən bu 6 aylıq uşağın boğazının bəyazlığını? Atdı oxu İmam Zaman ağadan, İmam Hüseyin ağadan üzrəstəm. Atdı oxu, gəldi sancıldı. Öncə atdı Əbəlfəz ağanın gözünə. Bir də atdı oxu, gəldi sancıldı İmam Hüseynin sinəsinə. Və axırıncı oxu da atdı, gəldi sancıldı o südəmər uşağın boğazına. Uşağın başı üzüldü, qaldı İmam Hüseynin əlində. İmam Hüseyin başını aşağı saldı. Getdi, gəldi Rübabın yanına. Rübab dedi, Hüseyin, məni o qavrası sınmışanın Zəhranın yanında xəcalətli etmə. Mənim uşağım, mənim 6 aylıq uşağım, mənim canım sənə fəda olsun. Əvə lənətullah aləl-qovmin zalimin. Ya havlə və lə quvvətə illa billah aleyhim min azim.